2023-cü il Kia K5 GT-Line 1.6 motor 103 min may yürüyüş 5800 dolar. Start qiymətindən maşın çıxarılır xəraca. Maşının ön hissədən kapot, bufer, fara, krilo hissəsində zədəsi var. Yəni gördüyünüz kimi bu hissələrdə belə bir zədəsi var maşının. Maşın sağ hissədən təqdim eləyək. Sağdan krilo normal vəziyyətdədir. Qapısında hər hansısa bir problem yoxdur. Ön qapı, arxa qapı normal vəziyyətdə. Arxa hissədən də maşınımızın hər hansısa bir zədəsi yoxdur. Arxa hissədən çox gözəl ideal vəziyyətdədir. Digər hissədən də təqdim eləyək maşınımızı. Soldan nədir? Zədəli soldan da yol üstə. Qapı normal vəziyyətdə. Ön qapısına baxaq. Ön qapıda zədəsi yoxdur. Ön qapı normal vəziyyətdədir. Açarsız daxil olma, kör nöqtə mövzusu maşında, maşın salonu. Multirul, monitor, sonra qırmızı koju salon, elektron silininin dara olunması, tam panorama lük, maşın çıxarılır xəraca. Maşın salonundan da atan airbaglardan rul airbag və diz airbag atıb. Başqa maşın salonu normal ideal vəziyyətdədir. Buradan da maşın min kodunu paylaşdım.